Teşekkür ederim. Hörmətli xanım Sədir, hörmətli həmkarlar, hörmətli media mənsubları. Qanun layihəsi yeni dövrün ən həssas məsələsindən uşaqların və yeniyetmələrin rəqəmsal mühitdə təhlükəsizliyin təmin olunmasına həsr olunub. Baxımdan layihənin məqsədini, strateji hədəfini və mahiyyətini tam dəstəkləyirəm. Eyni zamanda düşünürəm ki, təklif olunan əlavə və dəyişikliklərin tətbiqi zamanı bir sıra məsələlərin əlavə izahına və gələcəkdə daha geniş hüquqi tənzimləmələrə ehtiyac duyulacaq. Toxunmaq istədiyim ilk məqam terminoloji anlayışlarla bağlıdır. Qanun layihəsində əsasən sosial şəbəkə platforması anlayışından istifadə olunur, lakin rəqəmsal texnologiyalar sürətlə dəyişir. Telegram, WhatsApp və digər oxşar sistemlər artıq sadəcə mesaj üçün vasitə deyil. Bu platformalarda kütləvi kanallar, ictimai qruplar, video yayım xidmətləri, sosial icmalar və həm də daha geniş auditoriyaya yönəlmiş məzmun paylaşımı imkanları var. Başqa sözlə desək, bu tətbiqlər və yaxud platformalar həm də sosial platforma funksiyasını yerinə yetirirlər və uşaqlar üçün yarana biləcək risklər baxımından ənənəvi sosial şəbəkələrdən heç də az təhlükəli deyirlər. Bu səbəbdən gələcəkdə hüquqi tənzimləmələr hazırlandığı zaman paralel olaraq həm də rəqəmsal kommunikasiya platformaları anlayışına da diqqət yetirilməsinin vacib olduğu qənaətindəyim. Bununla yanaşı qanunvericiliyə sosial şəbəkə reyestri anlayışının gətirilməsinin, sosial şəbəkələrlə bağlı təsnifatın daha da genişləndirilməsi və müasir çağırışlar nəzərə alınmaqla müəyyənləşdirilməsinin də zəruri olduğunu düşünürəm. Bu gün uşaqların həyatına təsir göstərən əsas texnologiyalarından biri də süni intellekt sistemləridir. Süni intellekt tətbiqləri uşaqların məlumat əldə etməsinə, qərar qəbul etməsinə, davranış modellərinə və hətta dünya görüşünə təsir göstərmə imkanına malikdir. Zənnimcə yaxın gələcəkdə uşaqların süni intellekt sistemlərindən istifadəsi, onların fərdi məlumatlarının qorunması, alqoritmik təsirlərdən müdafiəsi və yaşa uyğun təhlükəsizlik standartlarının müəyyən olunması ilə bağlı ayrıca hüquqi tənzimləmələrin hazırlanmasına da ehtiyac yaranacaq. Qanun layihəsinin müəlliflərinə həm də ona görə təşəkkür etmək istəyirəm ki, sənəd bizə daha mühüm bir məsələyə nəzər salmaq imkanı yaradır. Uşaqların, yeniyetmələrin təhlükəli rəqəmsal mühitdən qorunması, məhdudiyyətlərin tətbiqi zəruridir və tamamilə doğru yanaşmadır. Amma eyni zamanda alternativlər haqqında düşünmək də lazımdır. Hörmətli Zahid müəllim bəzi məqamlara təqdimatında aydınlıq gətirdi. Yəni, nəticə etibarilə digər resurslardan uşaqların kənarda qalınmasına imkan vermir bu sənəd. Nəticə etibarilə prosesə hər hansı bir müdaxilə baş verilməyəcək. Amma nəzərə almaq lazımdır ki, bu dünyanın müxtəlif ölkələrində uşaqlar və yeniyetmələr üçün xüsusi təhlükəsizlik standartları əsasında fəaliyyət göstərən rəqəmsal platformaların yaradılması istiqamətində də təşəbbüslər həyata keçirilir. Baxımdan düşünürəm ki, ölkəmizdə məktəblilər və yeniyetmələr üçün təhlükəsiz rəqəmsal ekosistemin formalaşdırılması istiqamətində addımlar atıla bilər. Alqoritmləri yerli provayderlər tərəfindən istiqamətləndirən sosial şəbəkə və təhsil mədəniyyət platformalarının hibrid modelinin yaradılması da mümkündür. Bu, eyni zamanda sosial şəbəkə reyestri bağlı səsləndirdiyim fikirləri də əsaslandırır. Çünki yerli sosial şəbəkələrin mövcudluğu bu istiqamətdən də qanunvericilik çərçivəsində bu məqamların tənzimlənməsinə imkan yaradır. Bəlli olduğu kimi media reyestri var Azərbaycanda və media resursları bu reyestr çərçivəsində müəyyən öhdəliklər üzərinə götürürlər. Belə olduğu təqdirdə eyni informasiya siyasəti ilə məşğul olan sosial şəbəkələr üçün də reyestrin formalaşmasına əsas olduğu qənaətindəyəm. Qanun layihəsinin bütövlükdə rəqəmsal dövrün çağırışlarına verilən mühüm hüquqi cavab kimi qiymətləndirirəm. Bu səbəbdən layihəni dəstəkləyir, eyni zamanda qeyd etdiyim məqamların da gələcək təkmilləşmə prosesində nəzərə alınmasını xahiş edirəm. Çox sağ olun.